Son günlər zəhərlənmə hallarının sayı artıb. Şadlıq evlərində köhnə malları qatırlar, təzə mallara verirlər ortalığa, pul qazanmağın dərdindən. İnsanlar da zəhərlənir. Çünki ən güclü zəhərlənmə ilə köbələkdir, badımcandır. Bunların zəhərlənmələri çox güclü olur. Bunlarla həyatı qurtarmaq bir ilahidən bir qüvvə kimi bir şeydir. Konserva məhsulundan olub qidin zəhərlənmə. Maraqlıdır, hal-hazırda ən çox zəhərlənməyə səbəb olan qidalar hansılardır? Kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə son günlər müraciətlər artıb. Əsasən də bu qida zəhərlənmələri ilə bağlı müraciətlər artıb. Mayonez tərkibli salatlar, ondan sonra hissə verilmiş balıq, hissə verilmiş ət kimi məmulatlara biraz diqqətlə yanaşmaq lazımdır. Bəs hansı hallar zəhərlənməyə səbəb ola bilər? Məhsullara uyğun olmayan temperaturda bişirilmir və həmin temperaturda isti şəkildə olan qidalar isti deyil, soyuq şəkildə verilir. Restoranlarda, böyük toy məclislərində, ziyafətlərdə biz daha öncədən bu məhsulların hazırlandığını görürük və daha öncədən hazırlanan məhsullar masaya gəldikdə orada bir uzun müddətdə qalır. Belə olduğu şəkildə bu da artıq tərkibində mayonez ingrediyenti olduğundan risk faktoru yaratmış olur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi Aynur Heydarova deyir ki, qida zəhərlənmələri əsasən isti aylarda baş verir. Qaynadılmamış, pasterizasiya edilməmiş süd və süd məhsullarından istifadə etməmək tövsiyə olunur. Qutusu zərər görmüş və ya qapağı boşalmış, qabı şişmiş konserv məhsullarından istifadə etməmək tövsiyə olunur. Meyvə və tərəvəzləri axar su altında yaxşı yuduqdan sonra istifadə etmək, ət, toyuq, balıq, süd məhsulları kimi tez xarab olan qida məhsulları uyğun mühitdə və uyğun temperatur şəraitində bişirilməlidir. Zəhərlənmələrin qarşısını almaq üçün qida təhlükəsizliyi qaydalarına əməl etməliyik. Məhsulların təmizliyi, saxlanma şəraiti və istifadə müddəti sağlamlığımız üçün vacibdir.